Ülker xanım müştərilərə o qədər qayğı ilə yanaşır ki, insanlarda daxili inam yaranır ona. Onun bütün o proses ki başlayır, bizim səhhətimizin qeydinə qalır. Bilirsiniz, insandakı bir balaca ağrı oldu, tırnaq ağrısı, nə ağrısı, ilk dəfə onu sağalda biləcək insanlar haqqında düşünür. Həmin insan da həmin ağrını hiss edirsə, o pasiyenti hiss edirsə və o ağrının aradan qaldırılması üçün əlindən gələni eləyirsə, o insanın yaddaşına elə həkk olur ki, onda qeyri-adi, müqəddəs bir duyğu yaranır. Çox sağ olun. Ülker xanım insanlarda, müştərilərdə bax elə bir müqəddəs duyğu yaradan, ona xüsusi qayğı ilə, yüksək nətər deyirlər, qayğıkeşliyi ilə, yüksək görürsünüz, sənətkarlıqla. Hər adam bunu edə bilmir. Çox incə işdir. Bəziləri elə bilir ki, bu təmizləmək adi şeydir. Çox yüksək səviyyədə sənətkarlıq tələb edən, öz sənətinin incəliklərini bilən Çox sağ olun. Hər zaman gəlin. Bizə də xoşdur. Sizin kimi insanlarla işləyirik. Dəyəriniz üçün çox sağ olun. Çox sağ ol, sağ ol. Sənə işində, şəxsi həyatında.